Bu ilin aprelin 1-nə olan məlumata görə Azərbaycanda muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1151 manat 50 qəpik təşkil edib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər və rayonlar arasında ən yüksək orta aylıq nominal əmək haqqı Xankəndi şəhərində qeydə alınıb. Xankəndidə muzla çalışan işçilərin orta aylıq əmək haqqı 1621 manat 90 qəpik olub. Xankəndidən sonra Bakı şəhəri və Daşkəsən rayonu qərarlaşıb. Ən aşağı orta aylıq əmək haqqı isə Qax rayonunda qeydə alınıb. Bu rayonda muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 576 manat 60 qəpik olub. Şəhər və rayonlarda orta aylıq nominal əmək haqqı bu şəkildə olub.